Tələbə yoldaşımız Şakir Əfəndinin qızı Əsmər xanımın toyuna bir neçə söz. Adət ənənə, yaddaşımızı oyaq saxlayan gərənəklər tarixin alt qatlarından süzülüb gəlir. Tövrə toxunulmazlığı, sirli qala kimi pozulmaz qanunları o boyda Osmanlı İmperatorluğunun qurulmasının bel sütunu oldu. Dünəninə sadiq millətin bu günü çiçəkləyib boy atır, sabahı isə etibarlı əllərdə olur. Bunun üçün əsas yol ənənəyə, tövrəyə sadiq qalmaqdır. Toy adətimizdə həmin ənənələrdən qalma yolumuzdur, cığırımızdır, davanımızdır. İldir Şakir tanıyırıq. Şakir çox ürəyi təmiz oğlandır. Bu Cənubun ən güclü repetitorlarından biridir. Azərbaycan ədəbiyyatı çox gözəl bilir. Maşallah. Şakir içimizdə ən cavan qalanıdır. Biraz belə şeydə gecikibdir. Bizim bir dənə də ilişiyimiz var. Adilin də oğluna baxırsa, oyun görsək, elə Avdının da biri. Heç görmür. Avdının biri var. İnşallah xeyli arzularımıza qovuşmuş kimi olur. Amin. Allah xoşbəxt eləsin, çox mübarək. Az müəllim, elə əslində qalanda bu gün bir xatirə günüdür bizim üçün. Oradan da Ağlı müəllim bayaq yaxşı bir söz dedi ki, 108 bir belə Bir yerdə halında bir yerdə olmuyor. Əslində bu Şakirin də şansıdır, bizim də Allah ömür möhlət verib də gəlib iştirak edirik. Allah hamının balasını xoşbəxt eləsin. İçində də Əsmər balamız. Və cəmi toy gözləyən balalarımızı elə Avdının da var, Adilin də var. Bilmirəm, səndə də var mı? Allah hamısını xoşbəxt eləsin. Allah hamısına halal südər çıxsın. İnsanın bir yükü də, bir mahiyyəti də özündən sonra iz qoymaqdır. Bu iz ayrı-ayrı formada olur. Xeyirxahlıq izi, yaradıcılıq izi və ən əsası da övlad izi. Bir yarıyan, rahat doğma övlad doğma, ondan sonra xoşgün qismət Valideynə xoşbəxt eləyir. Oradan tarix xoşbəxt. Ona görə bu müqəddəs bir gündür, əziz bir gün. Bundan ki, mənim ürəyim xuşuna gəlirdi. Mən asılı yenə deyirəm, mən yolculuq yoldaşlarımız çox görmək. Yoluna şükür də nə var orada. Biz xoşbəxtik ki, Şakirimiz var. Şakir də xoşbəxtdir ki, bizlər var. Bir arzu eləyək ki, Allah bu xoşbəxtliyi bizə çox görməsin. Bunun övladını da xoşbəxt eləyib, gözünə çıraq eləsin. Bütün valideynlərlə birgə. Allah hamısının balalarını xoşbəxt eləyib, gözünə çıraq eləsin. Biz 50 ildir yol gəlmişik, özü elə yol gəlmişik. Mehriban, əl-ələ, xeyirdə, şərdə bir yerdə ola. Və bu gün ona sevinirəm ki, biz həmən o bayaq dediyi kimi əl-ələ yenə yığışıb gəldik orada bu gözəl gündə. Şakirin yanında dayandık, onun sevincinə şərik olduq. Allah bizim hamımızı günləri qismət etsin. Mənim bir sözüm var, mən bax, biz ali məktəbə qəbul olanda aldı biraz Qazax havası yaptı. Sen bir Kərbəlayı, biraz Qubatı, Zəngizən, o biraz demişdi. O hava Azərbaycan havası. Biz o havada köklənə bildik və Azərbaycanlı ola bildik. Yəni gözəl odur. Və bu günlərdən gözəldir ki, biz Azərbaycan kimi birbirimizi sevirik. Bu günlər Kəlbəcərin ağrısı Qazaxlının ağrısı idi. Elə Zəngiyanın ağrısı Muradın ağrısı idi. Bu ağrı amin şükürlər olsun ki, qayıdı bu torpaqlar. Və arzu edirəm Kəlbəcərdə, Zəngiyanda, Qubatda xeyir işlər olsun. Oralara siz ayaq basın. Oralara öpürəm Şaşlı qardaşımı da, balasını xoşbəxt olsun. Əsmər də bilirəm ki, çox belə gözəl, dərrəkəli, fərasətli gözlü, gözəl. Allah xoşbəxt eləsin. Sağ olun. Öpürəm. Yaxşı bir yerdir, yaxşı gözəl günlərdə bir yerdir. Allah bizə bir şeylər Yaşa. Yox, bəhanədir, həm də əsası var Valla ki, əsas odur. Xoşbaxt adamsız ki. bir xatın, Valla bir mənə ləzzət verir. balamız ev qurur. Ailə, bəli.
o nöqtədə bizim üçün belə xoşbəxt. Çox tamam Biz özümüz də elə bir sanki elə bir rəmzi mi deyim, simvolik bir çadır altında oturuyoruz. Gözəl. Ünlü şadlıq. Gəldik o illərə ki, Atalama rənk görməklə açılıyor. o illərə ki, o Bunlar bizi niyə möhkəm gəlib gəlmişdi, yavaş qısmışdı. Sözlü Şakir burada. Qaçlara da niyə yaxşısın? Sen orada. Həmişə Elədir vallahi. Vallahi yakın değil. Bir-birimizi gördük. Hələ ona görə. Xalqımın toy kimi bir adəti var. Həddi buluğa yetişən övladlara ulularımız toy çaldırar, ər evinə köçürdüb ev eşik sahibi eləyərdilər. Nə yaxşı ki, bu ənənə, bu törə bu gün də yaşayır. Qrup yoldaşımız Şakir bəy də, onun ömür gün yoldaşı xanımı Gülbəniz xanım da artıq ulular sırasına qoşuldu. Çaldırdığı toyun sədası bütün Cəllabada yayıldı. Oradan da sızıb gəldi Bakıya, əzizlərin qulağına yetişdi. Eşidən tələbə yoldaşlarımız sevindi, eşitməyənlərə muştuluq göndərdilər. Beləcə Əsmər xanımla hündür boylu, enli kürəkli, borçalı balası Zöhrab bir-birinə qovuşdular. Gözünüz aydın olsun, ay eşidənlər, subaylarınızdan görəsiniz. Allah mübarək eləsin. Allah xeyir versin. Uğurlu uşaqlı olsunlar. Allah ömürlərinə, qazanclarına bərəkət versin. Uğurlu uşağı sahibi olsun. Bütün subaylara Allah toy qismət eləsin inşallah. Burada oturanların da subayları üçün olsun. Bugünləri bizim qardaşımızın övladının toyudur. Yol qət eləmişik, gəlmişik, ürəyimizdə olan arzuları deyək. Allah o gəncləri xoşbəxt eləsin. Şakir gözəl oğlandır. Şakirin ocağında belə xoşunlar bol olsun. Və oğul da Cahangir də növbədədir. Bu düşərli olsun, Cahangir'in də toyunda demişik inşallah. Allah mübarək eləsin. Şakirin gözləri aydın olsun, Allah xoşbəxt eləsin balasın. Biz uzun illər bu toyu gözləmişik. Şakirin qapısında çal-çağır olsun. Allah burada oturanların hamısının balalarına qismət eləsin. Nə qədər subaylarımız var, hamısına qismət eləsin. İnanıram ki, bunlar gözəl bir ailə olacaqlar. Şakirin öz ailəsi kimi. Və biz hamımız nə qədər ömrümüz var bu ailə ilə fəxr eləyəcəyik. Allah yarısın. Biz Şakirlə burada oturanlar hamımız 50 ilin, düz yarım əsrin dostlarıyıq. Bu günü həsrətlə gözləyirdik ki, Şakirin də ocağından toy olsun. Allah xoşbəxt eləsin. Allah mübarək eləsin. Nəvəli görsünlər Şakircil. Sağ olun. Çox sağ olun. Hamınızı xoş gördük. Sizə ilk öncə minnətdarıq ki, sizin gözəl arzularınız var. Həmişə toy olsun. Siz operatorlar, yəni musiqilər, yeganə şəxslərsiniz ki, siyasət aparmaq olar. Sizin arzularınız bizlər üçündür. İnsanlar üçün həmişə toy olsun. Elimizdə, obamızda şənlik olsun və iştirak eləyəsiniz. Və ikinci bizlərdən hamınızı təbrik edirəm. Allah xoşbəxt etsin. Bunlar bir-birlərini gözəl başa düşsünlər. Allah bunları xoşbəxt etsin. Oğlu qızlı olsunlar. Layıqlı evlad olsunlar. Layıqlı valideynlər olsunlar inşallah. Bütün arzular çatsınlar. Çox sağ olun, var olun, minnətdaram. Allah xoşbəxt etsin. Sağ olun, var olun.
Yar sözü amalum sözdür. Yarmaq, yar, yaradan, yar, yarısı. Mən arzu edirəm ki, bu Şakir kardeşimizin övladı öz yarısını tapsın. Dünyada o insan xoşbəxtdir ki, öz yarısını tapır. Yəni bir hissəsini, yarısını tapır. Allah xoşbəxt eləsin. Mən inanıram ki, bu hər iki nəfər bir-birinin yarısı olacaq, bütövləşib bir insan kimi Azərbaycana, Azərbaycan dövlətinə, Məğrəbiyə nümunəvi bir ailə olacaq. Bir daha Allah xoşbəxt eləsin. Allah herkese xeyir versin, Allah xoşbəxt eləsin. Yani dostlarımız dedi, bugünü çoktan gözlüyorduk. Şükür Allah'a. Kızımız yani şükür Allah'a xoşbəxt olacak inşallah. Yani növbəti dəfə Cahangir'in toyunda iştirak edək. Var olun. Toylarda görüşək. Sağ olun. O boyda toydan 108'in payına düşen cəmi 14 nəfərlik bir stol oldu. Ancaq qrup yoldaşlarımızın hamısının ürəyi buradaydı. Hərə özündə bir neçə nəfəri təmsil eləyirdi. Çünki bu müdriklik vaxtımızın xeyir işi idi. Biraz Şakir qardaşımız dəvətini kəm eləmişdi. Biraz da biz yorğun gəlirdik. Qız qardaşlarımıza əziyyət vermək istəməmişdi Şakir əfəndi. Bütün bunlarla bərabər qrup yoldaşlarımızın ən çox iştirak elədiyi xeyir iş idi. Bunların hamısı öz yerində. Əsas o idi ki, istəhlilər bir-birinə qovuşdu. Hər ikisi bütün sevənlərin ən gözəli idi. Mübarək olsun deyək. Bütün qrupumuzun adından boşa qarısınlar söyləyək. Xoşbəxt ömür gün sürsünlər. Bismillahirrahmanirrahim. Allah Teala bu iki genci xoşbəxt eləsin. Allah Teala onlara Adəm ilə Həvvaya verdiyi ülfət və məhəbbəti bəxş eləsin. Allah Teala onlara Muhammed Peyğəmbərlə Xədicə-i Kübraya verdiyi ülfət və məhəbbəti bəxş eləsin. Allah Teala Hazreti Ali ile Hanım Fatime'ye verdiği ülfet ve muhabbeti karşılasın. Allah onların ömrüne, kazancına, evlatlarına bereket versin. Allah mübarek eylesin. Aziz Cəllabatlılar, Şakir'i sevenler, Şakir severler, Əsmərin bu gözəl günündə mübarəklik deməyə gələnlər. Cəllabatlılar danışanda eybi yoxdur, qulaq asmayın, çünki hər toyda eşidirsiniz. Amma biz bura qonaq gəlmişik, özü elə belə qonaq deyilik, 50 il yolun keçib gəlmişik. Bizim Şakirlə bağlayan bir şey olub, tələbə olduq, birinci kursdan qəbul olduq, birimiz Qazaxdan gəldik, birimiz Cəllabatdan, birimiz Qubatdan, birimiz Kəlbəcərdən, birimiz Mişlidən, yəni Bərdədən, müxtəlif yerlərdən orada cəmləşdik, 4 il nəfəs-nəfəsə bir Azərbaycan yaratdıq. Və çox sevinirik ki, o Azərbaycanı biz 50 dürəyimizə daşıyırıq. 50 il Azərbaycan bizimlədir. Ağrıları ilə, qələbələri ilə, zəfərləri ilə. Kəlbəcər getdi, Laçın getdi, Qubatlı getdi, Zəngilan getdi, Qazaxlı avda ağladı, İmişli Murad ağladı. Yəni içimizdəki dərdləri bir daşıdır. Bir sevindik, bir güldük. Bu günlərdə gəlmişik ki, gözəl gündə, Şakir'in en çok sevindiği gündə onun sevincinə şərik olan. Əsməri biz tanıyırıq, ama az tanıyırıq. Ama biz her şey bilirəm ki, Əsmər doğrudan gözəl bir ailə qadını xalq oldu. Çünki hayatı dərk eləyən gözəl balamızdır o. Ağıllı baladır, her şeyi yeri bilən baladır. Ben Əsmərə dostlarım adına yəqin sözləyən olacaq, nə arzu edirəm? Dünyada yollar, diller çoxdur. TR yolu var, Qatar yolu var, İngiliz dili var, Fars dili var, Türk dili var. Ama yadda saxlayın, en güzel müqəddəs yol sevginin yoludur. En müqəddəs dil sevginin dilidir. Eğer birbirine sevgiyle danışsanız, birbirinizi sevseniz,
xoşbəxt yaşayacaqsınız. Bir çiçəkdən toplanan baldı sevginin dili. Çiçəklər soldu, getdi, qaldı sevginin dili. Xəyalları pərişan, gah küsən, gah barışan, İrəvanda alışan xaldı sevginin dili. Mürəkkəbli, adili, bu dilidir, qadili, bəlalara adili, sadı sevginin dili. Sevgi bəlanız olsun. Gücünü demişkən, mən istərəm bəlanı üçün istər, bəla məni. Almışlayıram Şakir. Gürültülü almışlayırız. Gözün adın olsun, üstürəm. Bizə kəlmən deyirlər, sevməm istədi. Şakir, belə məclislərdə mənim ən çox sevdiyim, Hacın da dostu, mənim də dostum aramızda öşən bir şeiri mütləq içim tərpədir. Şükür hərətən axşama, Asaqqal dedi. Şükür hərətən axşama, hər gələn sabaha şükür. Şükür tinimdə başıma, başımda papara şükür. Qapım döyülür deyəsən, cəllatmısan, əcəlmisən, hər kimsənsən, xoş gəlmisən, hər gələn qonağa şükür. Keçsəm də torpaq altına, buyur boynu baltala, yenə də lənə şeytana, yenə də Allah şükür. Təbrik edirik. Allah xoşbəxt eləsin. Mən Gülbənizə, Şakir müəllimə deyirəm, gözünüz aydın olsun. Allah xeyir versin. Xoşa qarısınlar. Allah Taala hər kəsə bir ömür verir. O ömrü sağlam və mənalı yaşasınlar. Oğul uşaq sahibləri olsunlar. Allah xeyir işlərini mübarək eləsin. Allah bizə bəd gün göstərməsin, xoş gün göstərsin. Amin billah. Allah xoşbəxt eləsin. Quşa qarısınlar, quşa yarısınlar. Hər biriniz xoş gəlibsiniz. Məni sevindirdiniz. Məni cavanlaşdırdınız. Məni nə bilim ruhlandırdınız. Gözəl günlərdir. Yaddaşa həkk olunmalı günlərdir. Hər birinizə ayrı-ayrı. Şeyx xanım, xüsusən sənə təşəkkür edirəm ki, o qədər yolu gəlibsiniz mənim üçün. Sağ olun, var olun. Bugün 108'in xoş günüdür. Onun en erkün bir oğlunun ciğer parasının toyudur, xeyir işidir. Yeni ev şeneldir, Şakir'in kızı, yeni aile kurur, xoşbəxt olsun. Ola bilər ki, kiminsə toyunda bir nəfər, iki nəfər biz qrup yoldaşımızın iştirak eləmişik. Ancaq bu halda çox şəkildə bir neçə nəfər, 5, 10, 15 nəfər bir xeyir işdə yığılmamışıq. Bu Şakir'in qızının bəxtinə düşür. Nə yaxşı yığılıb. Allah xoşbəxt eləsin. Həmişə xeyir işlərdə görüşək. Həmişə uşaqlara, övladlara, nəvələrə baxıb sevinək. Var olun. Təkcə qrup yoldaşlarımız yox, onların övladları da tələbə yoldaşımız hesab olunur. Qızları, qız qardaşımız, oğlanları, oğul dostumuz. Dostluq ənənəni sevir. Ata-baba dostluğu, övlad uşaq şirinliyinə çevrilir. Bu mənada bizim münasibətimiz hansı formadasa övladlara təsir edir. Yaşasın bizi yaşadan davamlı ömür yolu, insan dostluğu.